Bura bizim yurdumuzdur. Evimiz, böyüdüyümüz, sevincimizi, kədərimizi yaşadığımız torpaqlardır. Bu torpaqlar yalnız doğulduğumuz yer deyil, həm də alın tərimizlə qazandığımız ruzimizdir. Bax, bu torpaqlarda yetişdirdiyimiz çiyələk var ha. Mənim və mənim kimi kənd zəhmətkeşlərinin əl əməyi, göz nurudur. İndi də mövsümdür. Bu balaca qırmızı neymət həm sağlamlıqdır, həm də ləzzət. Özü də çiyələk çox bərəkətlidir. Mürəbbəsi, kompotu öz yerində. Dadından da doymaq olmur. Kəndlinin ürəyini nə sıxar? Əlbəttə ki, min bir əziyyətlə yetişdirdiyi məhsulun dəyərini tapmaması. Amma bugün bizim kəndin insanı daha bu qayğını çəkmir. Əvvəl çətinlik çəkirdik. Məhsul yığımından sonra narahat olurduq. İndi Arazla bizə çox rahatdır. Biz çiyələkləri toplayırıq, yük maşınları gəlir və birbaşa yükləyib düz tarlamızdan öz rəflərinə aparırlar. Nə məhsulları daşımaq dərdimiz var, nə də ki satmaq. Mən çox sevinirəm ki, əməyimizin bəhrəsi yurdumuzun doğma marketində Arazda satılır. Meyvələrin təravətlisi Arazda. Siz harda? Araz orada.